Dəyərli izləyicilər, Masazır qəsəbəsində hal-hazırda Masazır qəsəbəsində şəxsi özü üçün inşa olunmuş əsas prospekt yola yaxın 4 otaq və həyətində də belə bir üst örtüyü olan, bisetkası olan kupçalı həyət evi satılır. Həyət evimizin bu üst örtüyü olan hissəsində yay üçün nəzərdə tutulmuş mətbəx hissəsi var, ehtiyat su çanı var. Ev şəxsi tikilidir, 4 otaqdır. Bir daha vurğulayım ki, Masazırda, mərkəzdə, İrşad Telekoma yaxındır və ən əsası odur ki, yerləşməsi gözəldir, yaxınlıqda məktəbdir, küçəsinə, qapısına kimi asfaltdır. Qiyməti də ki, 155 min manatdır. Yağış vaxtı olan çəkilişdir, həyətində gülü çiçəyi var və içərisinə buradan daxil olaq. Burası cam balkonla yığılıb. Yığılma səbəbi odur ki, yayda bu açılır, geniş havalı olur bura. Giriş hissəsində burada solda ayaq yolusu var. Bu da həyətdə, gələcəkdə dincələn şəxs üçün evin içinə girmədən buradan istifadə etmək üçün çox rahatdır. Bir daha vurum, qiymət 155 min manatdır. Evin içərisinə daxil olmuşuq. Girişdə solda hamam otağı, qonaq otağı, başda mətbəxdir. İstərdim elə hamam otağını göstərim. Belə bir hamam otağıdır. Bunun böyük ölçüsü ikinci mərtəbədədir. İkinci mərtəbəyə qalxan pilləkən, pilləkənin altında burada bizdə kombi yeri yerləşdirilib. Genişdir, işıqlı evdir. Evin iç divarları da qoşa daşdır. Qonaq otağıdır. Qonaq otağı 2 pəncərə iləndir. Ümumi görünüşüdür. Mebellər götürüləcək. Kombisi, mətbəx mebeli qalacaq. Bir pəncərəsi öz həyətinə baxır, bu pəncərəsi öz həyətinə baxır. Kupçalı evi vurğulayım. Qiymət 155 min manat və bu evdə göstərəcəm sonuncu yer birinci mərtəbədə mətbəxdir. Bu da bu həyət evinin mətbəx hissəsidir. Bir daha vurğulayım. Mətbəx mebeli qalır, avadanlıqlar çıxacaq və kombisi qalacaq. İşıqlı evdir. Gördüyünüz kimi təmirə ehtiyacı yoxdur və qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxmışıq. Pilləkən taxtadan inşa olunub. İkinci mərtəbədə bizdə 3 ədəd yataq otağı var. 3 ədəd yataq otağı. Uşaq otağıdır bu. Burada böyüklər üçün nəzərdə tutulmuş master bedroomdur. Pəncərələr hamısı işıqlı, açıqdır. Burada bizdə belə bir sonuncu, üçüncü yataq otağıdır. Bir daha vurulum. Ev 4 otaqdır. Hər hansı bir əşya sizə maraqlı olsa, pul müqabilində saxlamaq olar. Videonun əvvəlində dediyim böyük hamam otağı, ikinci mərtəbədə olan hamam otağı budur. Və burada da bağlı eyvanı var, balkonu. Bu hissədə gördüyünüz kimi paltar ütülənmək üçün, çamaşır yumaq üçün bütün şərait qurulub. Alana satan Allah xeyrin versin, zəng eləyə bilərsiniz. Gəlib baxıb yerində qiymətlə bağlı məlumat əldə edəcəksiniz.